Salam, hər vaxtınız xeyir olsun. Günaz TV'yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca onlarını vurdu. İndi isə daha ətraflı. Çörək çatışmazlığı səbəbindən təbrizlilər saatlarla növbədə durmalı olurlar və çörək məhdud sayda satılır. Bu haqda yerli mənbələr sosial mediada məlumat paylaşıblar. Bununla yanaşı Təbrizdə mağazaların əksəriyyətinin boşaldıldığı və ərzaq qıtlığı yarandığı qeyd olunub. Məlumatlara görə başqa malların, o cümlədən siqaret və tütün məmulatları qıtlığının da yarandığı bildirilir. İranın yeni lideri seçilməyib. 4 namizədin kimliyi açıqlanıb. Ekspertlər Məclisi yeni dini liderin seçilməsi ilə bağlı müxtəlif variantlar üzərində düşünürlər. Ekspertlər Məclisinin iclasının nəticəsi ilə bağlı hər hansı bir xəbər tamamilə yalandır. Alınan son xəbərlərə əsasən heç bir iclas keçirilməyib deyə məlumatda bildirilib. Qeyri-rəsmi məlumatlara görə isə Ekspertlər Məclisi tərəfindən nəzərdən keçirilən şəxslər Əlirzə Rafi, Seyid Haşim Hüseyni Buşehri, Həsən Xomeyni, Həsən Ruhani, Müctəbə Xamneyi və Sadiq Ərdəşir Laricanidir. Qeyd edək ki, bundan əvvəl Ekspertlər Məclisinin Müctəbə Xamneyini İranın növbəti lideri seçdiyi barədə məlumatlar yayılıb. İran lazım gələrsə müharibəni davam etdirə bilər və Birləşmiş Ştatlarla danışıqlar aparmaq niyyətində deyil. Bunu İranın keçmiş lideri Əli Xamneyinin müşaviri Məhəmməd Müxbir bildirib. O, İranın İraqla apardığı 8 illik müharibəni xatırladıb. Bizim müharibədən qorxmadığımızı və onu davam etdirməkdən çəkinmədiyimizi göstərən bir tariximiz var, deyə o bildirib. İsrail İrandan atışların azalmasını müşahidə edir. Belə ki, İsrailin hərbi sözçüsü Efi Defrin bildirib ki, əməliyyatların 5-ci günündə İrandan atılan raketlərin sayı azalmaqdadır. Defrin həmçinin qeyd edib ki, İranın yeni silahlardan istifadə etməsi İsraili təəccübləndirmir və qarşıdurmaya qarşı geniş hazırlıqlar görülüb. O əlavə edib ki, İsrail İranın hərbi imkanlarını ovlayıb məhv etməyə davam edəcək. İsrail Hərbi Hava Qüvvələri Qərbi Azərbaycan əyalətinin Sərdəş şəhəri və ətraf bölgələrinə hava hücumları edib. Bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə Sərdəşdəki hərbi bazalar və sərhəd mühafizə məntəqələri dağıdılıb. Dağıntılar və insan tələfatı barədə məlumat verilməyib. İsrail ordusu bildirib ki, gecə ərzində İran ərazisində onlarla hədəfə zərbə indirib. Məlumata görə İsfahandakı Qədir raketlərdə daxil olmaqla ballistik raketlərin saxlanılması, istehsalı və buraxılması üçün istifadə edilən obyektə zərbə endirilib. İsrail Müdafiə Qüvvələri obyektdə raket buraxılışlarını azaltmaq üçün zərbə endirildiyini bildirib. O əlavə edib ki, İsrail təyyarələri həmçinin İranın hava hücumuna müdafiə sistemlərinə zərbə endirib və İran hava məkanı üzərində hava nəzarətini genişləndirib. İsrail ordusu F-35 qırıcı təyyarələrindən birinin Tehran üzərində İran Hərbi Hava Qüvvələrinə məxsus Yak-130 qırıcısını vurduğunu bildirib. Qeyd edək ki, bu savaş başlayandan bəri hava döyüşü şəraitində ilk təyyarə vurulmasıdır. Qətərdə İslam İnqilab Keşikçiləri Korpusuna bağlı 2 casus şəbəkəsi aşkarlanıb, 10 nəfər həbs edilib. Bu barədə Əl-Ərəbiyyə Qətərin rəsmi xəbər agentliyinə isnadən məlumat yayıb. Dəqiq müşahidə və izləmə əməliyyatları nəticəsində 10 nəfər tutulub. Onlardan 7 nəfərə ölkənin həyati, vacib və hərbi infrastrukturu haqqında məlumat toplamaq tapşırılıb. Digər 3-ü isə təxribat fəaliyyəti aparmaq və pilotsuz uçuş aparatlarının istifadəsi üzrə təlim keçib deyə məlumatda bildirilib. Təhqiqat zamanı tutulan şəxslər Sepahla əlaqələrini etiraf edərək casusluq və pozuculuq missiyalarını həyata keçirmək tapşırığı aldıqlarını bildiriblər. Fransa, Birləşmiş Ərəb Əmirlikləri səmasında İran dronlarını vurub. Bu barədə Fransa Xarici İşlər Naziri Jean-Noël Barrot məlumat yayıb.
Bildirilib ki, əməliyyat regiondakı mülki və hərbi obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilib. Fransız qüvvələri hücumları dəf edərək əlavə risklərin qarşısını alıb. Qeyd edək ki, Fransa region ölkələrindəki maraqlarını qorumaq üçün Charles de Gaulle aviadaşıyıcısını yaxın şərqə göndərib. Xəbərlərimiz davam edir. Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xəmneyinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verib. İran İslam Respublikasının ölkəmizdəki səfiri Müjtəba Dəmirçioğlu dövlət başçısını qarşılayıb. Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlət başçısı səfirlə söhbət edib. Müjtəba Dəmirçioğlu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Rusiyanın İrana hərbi yardım göndərmə öhdəliyi yoxdur. Ümumiyyətlə, Birləşmiş Ştatlar və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanmasından sonra BRICS ölkələrinin qarşılıqlı yardım göstərmə öhdəliyi yoxdur. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin İrana hərbi yardım edib etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib. BRICS üzvlüyünə silahlı təcavüz zamanı qarşılıqlı yardım göstərmə öhdəlikləri daxil deyil. Bu, fərqli bir təşkilatdır və digər sahələrdə əməkdaşlığa diqqət yetirir, deyə Peskov bildirib. Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. İran, Rusiyanı Ukrayna müharibəsində dəstəkləyən ölkələr sırasındadır. Müharibənin ilk ilində 2022-ci ildə İran Rusiyaya şahid pualarını verdi. Daha sonra isə ümumiyyətlə bu texnologiyanı ruslara təqdim etdi. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.